Bizim bir dənə balaca pasiyentimiz var. Adı Türkiyeldir. Bu əvvəl başqa bir klinikada müalicə alıb. Orada da bir qız olur. Adı olur Nərmin. Hər dəfə gedir, bu Nərmini tapır, əlindən tutur, oturur kresloda bu uşağı müalicə edirlər. Axırıncı dəfə gedəndə o Nərmini tapa bilməyiblər. Uşaq oturmayıb kresloda. İndi araşdırıblar, gəlib nəsə bizim klinikanı tapıblar, gəliblər bura. İndi uşaq gəlib, maması deyir ki, ona Nərmin lazımdır. Mən də tutmuşam uşağın əlindən, gəzmişəm bir bütün kabinetləri ki, axtar tapaq Nərmini, hansı qız xoşuna gəlir. O qız gəlsin, biz başlayaq müalicə eləməyə. Gəldi bir kabinetə, orada bizdə həkim vardı, Cavidan doktor, onun əlindən tutdu. Bu qız Nərmindir. Xoşuna gəldi, götürdü, tutdu onun əlindən, apardıq onu özümüzdən kabinetə. Başladıq, Cavidan doktorun əlindən tutdu. Bu Nərmindir. Başladıq müalicə eləməyə. İndi hər dəfə gələndə o ilə bir yerdə girirdik, dayanırdı o yanında, şimdi müalicə edirdik.